Salam əziz xanımlar, əziz izləyicilərim. Hər vaxtınız xeyir, gününüz xeyirli, uğurlu gəlsin. Videoma xoş gəldiniz. Vloguma. O indi kim baxırsa, baxan gözləriniz həmişə gülsün, ürəyiniz, qəlbiniz həmişə sevinsin. Bilmirəm, səsimi eşidirsiniz, eşitmirsiniz bunların səsindən. Aşağı düşmüşdüm, dedim belə başlayayım. Mən hər aşağı düşəndə həvəslənirəm vlog çəkməyə. Qoy bunun da şəklini çəkim. Həvəslənirəm, nəsə belə ətrafı gözəl görəndə video çəkməyə həvəsim gəlir. İndi nauşniklə danışıram, bilmirəm nə qədər səsim yaxşı gəlir, gəlmir. Çünki hava küləklidir, həm də ətrafda da səslər var da. Ona görə bilmirəm səsim gəlir, gəlmir. Belə qızlar, siz nə edirsiniz, necəsiz? Nə var, nə yox? Bu küləyin səsindən yəqin ki səsim gəlmir. İndi gedirəm. Niyə düşmüşəm? Hava soyuqdur. Artıq dünən isti idi, artıq havalar çox soyudu burada. Hətta həftə axırı 3 dərəcəyə düşəcək deyə xəbər verirdilər ki, yəni yavaş-yavaş şaxtalar gəlir biz tərəflərdə. Hər yerdə soyur, Azərbaycanda da artıq soyur. Hər yerdə qışdır, qış gəlir də, payızdır, qışdır, təbiətin qanunu da biz ondan durub bizim istəyimizlə deyil. Hər fəslin öz gözəlliyi var. Payızındakı ən sevdiyim fəsillərdən biri də payızdır. Baxın, görün, ətraf nə gözəl, rəngarəng, o qədər belə gözəl olur ki, biraz da yağış yağanda da ki, o lap adamı qəribsiyirsən, əlbəttə ki, darıxırsan, qərib belə şey olursan. Amma yenə də payızı sevirəm, bilmirəm niyə görədir. Nə deyəcəkdim qızlar? Bugün mən biraz xiyar, pomidor var idi. Yenə dedim, o nənələrdən də, babuşkalardan balon üçün, nə bilim, sarımsaqdır, belə qoyulan o şüt toxumudur falan, onları almağa düşmüşəm. Onları eləyəcəm. Bir də ki, istəyirdim klükva da deyirəm, yox, облепиховый çayın hazırlanmasını sizinlə, onda bölüşəcəm sizinlə. O облепиха da varsa babuşkalarda alacağım. Məndə evdə var, amma dondurmuşam. O dondurduqlarıma istəmirəm deyəm, təzə alım. Özüm də yeriyirəm deyə təngə nəfəs deyəsən. Helənçi, onu alıb sizinlə bərabər hazırlayacağım. Ona lazım olan məhsulları alacağım. Göstərəcəm sizə. Almalara baxın. Bilmirəm, ora girim, girməyim. Baxın. Nauşniki əlimdə tutub danışıram ki, səsim yaxşı gəlsin. Almalara baxın qızlar. Varenya pişirmək üçün. Dillərimiz solmağa başlayır. Mən də baxın belə qalın geyinmişəm. Qalın giyinsəm də üşüyürəm. Artıq görürəm ki, papaqlandır. Bəzi insanlar papaqla çıxıb. Az qalıb buradan keçim. O tərəfdə də remont gedir. Elə neçə vaxtdır remont gedir. Leyla demişkən deyir, здесь remont. Amma o gülləri çəkmişdim də, keçən dəfə deyəcəkdim gülləri çəkim. Onları çəkmişdim. Qoy bunları çəkim sizin üçün. Belə qızlar, siz nə ilə məşğulsunuz, nə edirsiniz? Palıd ağacıdır bu da. Palıd. Lap o bizim meşələrdəki palıd xatırladı mənə. Siz də yəqin hamınız
xanımlar bu dəqiqə qışa hazırlıqlar, qızğın qışa hazırlıqlar gedir. Nə bilim, dondurma, tərəvəzləri dondurmaqdır, ondan duza qoymaqdır, vareniyalardır. Mən vareniya bişirmirəm, vareniyadan istifadə eləmirik çox. O da bir bankə olsa bəs eləyir. Neyse baxın orada irəlidə babuşkalar oturur. Çatıram artıq, söndürüm. Səs onsuz da yəqin ki yaxşı getmir. Сколько облепиха стоит? 400 рублей. Она это самая сортовая. Алтайская. Который 400? Большой? Нет, литр. Вот литр по центру. А. Это пол-литра, это литр, а это 3 литра. А 3 литра сколько стоит? 1250. 100 рублей скину. Будет 1150. Это 400, да? Это Ой, 400. хорошо. Что это? Люди на зиму берут по 3 литра и замораживают. С медом делают. Вот так вот. Naполовину мед. А это что? А это калина. Это Eve kaydırdım kızlar, yolda bunu gördüm. Dedim bunu mütləq çəkməliyəm qızlarım üçün, izləyicilərim üçün. Bunlar gülləri reklam eləyənlərdir. Hansısa gül mağazini reklam eləyirdi. O qədər xoşum gəldisə, qız arıq bir qız idi. O böyük şarları da götürüb küləkdə, həm küləkli hava idi, həm də ki şardakı qızı elə bil göyə yuxarı çəkirdi. Yanındakı işçilər hamısı kömək edirdi. Bu da gül paylayırdı orada gəzən kimi görürsə, yəni gülü belə havayı reklam edirdi, yəni gülləri reklam edirdi. Bir dənə də rozanı da mənə verdi. Belə o ətrafda kimi görsə ona gül paylayırdı. Buna baxın da qızlar, görün qızı aparır külək. Çox arıq bir qız idi, küləkdə aparır. Orada elə belə çox səs var idi. Dedim səs yazın. Belə səsimi əlavə elədim videoya ki, yəni bu nədir? Baxanda biləsiz ki, nə idi? Çəkdim elə. Облепиханы alıb evə gələndə eləncə bunu qarşıma çıxdı. Çəkdim sizin üçün. O da düzgün tutmamışam. Telefonu belə çəkmişəm. Sonra da bu da artıq axşamdır. Gətirdim, yudum bunları. Hamısını aldım. Babuşkadan nə o arvaddan aldım. Hamısını almadım. O böyük vedrəni almadım. Ondan balaca bir dənə də əlavə aldım. Beləncə gətirdim hamısını. Çox təmiz belə, həm də iri-iri idi. Qəşəng seçmə yığmışdı yaxşı. Həqiqətən də arvad dediyi kimi də var idi. Hamısı təmiz, çöpsüz. Bunu çox çətindir. Bu облепихanın ağacının üstündə kol kimi də tikanlar olur. Bunu yığmaq üzüm kimi xırda-xırda belə bir-birinin yanaşı o bitir. Yığmaq çox çətindir. Adamın əlinə iynə tikanları batır. Belə görürsüz nə qəşəng iri-iridir. Yudum, təmizlədim, sərdim hamısını. Ki sabah üçün də bu artıq gecə idi. Sabah üçün hazırlayacaqdım indi. Bu video 2 günün videosudur. Sabah quruyandan sonra qəşəng çəkirəm, blenderda eləyirəm. Onda irəliləyən dəqiqələrdə görəcəksiniz videoda. Beləliklə. Sizə xoş izləmələr, izləməyə davam edin, axıra kimi izləyin, like qoymağı, abunə olmağı da unutmayın qızlar, baxış sayı çox azdır. Elə eləməyin ki, videoda çəkməkdən bir dəfəlik atqaz eləyim. Bunlar brusnika, bu klükvadır, digəri də brusnika, qışa dondurdum, bunları da xəstələnəndə mors düzəldib içməyə çox xeyirlidir. Beləncə bunları da aldım. Bunları başqa arvaddan aldım. Dondurub yığacam xaladelniyə.
Bugün kızlar bilirsiniz sizinle ne edeceğim. Önceki belə dəqiqələrdə gördüğünüz kimi bütün belə bunlar gilə meyvədir. Burada bizim bu da Uralda yetişir. Bilmirəm başqa soyuq yerlərdə yəni yetişir də. Belə ablipixa eşitmiş olarsınız, hər yerdə satılır. Bitməsə də gətirib satırlar da yəni. İndi bugün bunlardan istəyirəm belə çay necə çay, yəni bunu hazırlayırsınız və istədiyiniz zaman çaynikə atıb əlavələrlə olan çay sayılır da, bilmirəm, yəni çay sayılır. Biz məsəl üçün indi restoranlarda, kafelərdə hara getsəz ablipixa çayı deyəndə helənçi verirlər. İndi istəyirəm bugün onu sizinlə hazırlayım. Bir fikir, yəni hərə bir fərqli şey əlavələr eləyir. Mən necə hazırlayıramsa onu hazırlayacağım. Sizin üçün də bir fikir olsun. Beləliklə bu yuyulub, quruyub, axşamdan yumuşdum. İndi artıq quruyub tökürəm. Bundan blendera. Nəylə eləyim? Blendera tökürəm. Belə. Kızlar telefonumun yaddaşı dolub diye vallahi tam çəkə bilmədim. Bunu ilə oradan buradan biraz. Beləncə blendera doldurdum bu ablipixalardan. Bir dənə apelsinin üst qabığını çəkdim. Üst qabığın deyəndə belə də belə. Görsüz bala Törkanın xırda gözündə belə üstünün qabığını biraz çəkdim. Sonra imbir qatdım biraz bundan. İçindədir. Tez də danışıram ki, tez danışım. Yəni yaddaş dolur telefonumun. Baxın, imbirdir, apelsinin bu qabığıdır, özüdür. Bir dənə də apelsin doğradım, tökdüm. Biraz da belə korica, darçın, kurkuma belə. Kurkuma nə bilim sarı köktür də oldu belə, çox rəngi dəmləyəndə sarı olsun deyə. Yəni o onun üçündür. Belə bunlardan kəsin. Biraz korica, darçın, üyüdülmüş darçın. Amma siz üyüdülmüş darçın yoxdursa çay dəmlədiyiniz vaxtı çubuq darçını da çaynikə ata bilərsiniz. O biraz biraz gec dəm alır deyə mən hazır üyüdülmüş darçın qatıram. Bir bu qədər. Bu kurkuman da həm xeyirlidir, yəni zərərli şey deyil də, rəngə görə biraz. Yəni kurkumanın heç bir zərəri yoxdur. Xeyri var ki, zərəri yoxdur yəni. Ona görə qata bilərsiniz. İstəsəz qatarsınız, istəsəz qatmarsınız. Yəni evdə varsa qatın, yoxdursa qatmayın. Beləncə püre halında qızlar alındı, qatılığı belə. İndi bunu tökürük. Kim şirin istəyirsə bal qatılır. Bal qatanda çox dadlı olur. Hətta dəmlədiyiniz vaxtda qata bilərsiniz. Mən dəmlədiyim var. Yenə tuza koyduğum, dediyim kimi hər nə bilim 2 gündən bir belə. Yəqin ki bunlar artıq axırıncıdır.
yaşıl pomidor getirmişti kardeşim Daçadan. Bir de belə lobiya getirmişti. Ne bir yeməklik değildi, ne de ki yarım yeməklik də, yəni dondurmadım da. Belə getirdim, onu da elə koydum, bilmirəm necə olacaq. Duza koydum belə də, marinavat elədim. Pomidorla bir yerdə baxın belə. Bilmirəm necə alınacaq. Göy xiyardır. Belə göy pomidor, yaşıl pomidor, göy də deyirəm, yaşıl pomidor. Sarımsaqlar yenə yaşıl. Keçən videolardan izleyicilerim söylemişti ki yani yerli sarımsaq olmayanda belə yaşıllaşır. Yerli almışam. Bunlar o əvvəl aldıqlarımdan qalmışdı. Yenə görsünüz yaşıllaşdı. Eybi yoxdur. Bu biraz belə tam qırmızı değildi, belə idi. Koydum bunları. Bu tam yaşıl. Məncə artıq koymayacağım. Ne kadar koydum bəsdir. Hiç bilmirəm burada olacağım, olmayacağım. Yani bunları yeməyə. Kışta bir de gördünüz getdik Türkiye'ye. Ona göre. İndi kızlar ne çekeceğim sizinle hazırladıklarım. Dondurduğum məhsulları. Bu gülü hiç çekmemiştim. Çok iyiydi, böyle büyük buket idi, saraldı. Çekmemiştim, neçə gün idi sizin için. Qalan bu idi, hamısını atmışam. Bunlar da artıq solur. Solanları ayırdım, attım. Bu qalmışdı. Beləliklə bunları istəyirəm sizinlə bölüşüm. Önce elcək geyinim. Ellerim, tırnaqlarım da uzanıb. Bu videonun öncesi, yani dünənki gündən, ikinci gündəndir. Bunlar artıq donub. Облепиха çayıdır. Yeni hazırlamıştım. Onu da getirip buraya tökeceğim. Tezeden koyacağım yani. Bunlar da pomidor idi. Daça pomidoru idi. Yani kent pomidoru. Hakim geldi. Уже harap olur da artık. Ona göre dedim getireyim. Çok da tüm kırmızı pomidor değildi. Ama yine de dermansızlar. Pomidor da, ona göre getirdim, böyle çektim. Dondurdum. Bunu da elə bir dənəsi bir yeməyimə gedəcəkdir.
Bir yeməyə soğan doğrandı töküb. İstifadə eləyəndə bir çıxardıb belə rahat olur. Həm rahat, həm də qışda harda da normal pomidor, hamısı dadsız pomidorlar olur. Bir də qısa belə sarımsaq, yerli sarımsaq almışdım. Qışda yerli sarımsaq olmur. Gətirdim, bunu da belə dondurdum. Sarımsağı həm bilirsiniz rahatçılığa görə, ən əsas rahatçılığa görə hər dəfə şey demək üçün sarımsağa əlini batırmırsan, ondan sonra blender belə şey tortanı batırmırsan rahat olur da, bir dənəsini götürürsən belə. Görək bu niyə çıxmır, nə çıxır? O belə bir dənə bir yeməyin qədəridir də. Boşalttım qədər. Bu dolduğundan biraz artıq qalmışdı. Bunları elə bükmüşəm ki, xaladeniydə yayılmasın deyə bir paketə qoymuşam. Sonra şeyə bükmüşəm. Sonra da beləncə elədim. Yer qalmadı deyə o buz qabında. Bunları tez-tez eləyirəm ki, tez əriməsin də. Tez yığım qoyum marazetə təzədən əriməmiş. Bunlar da belə. Baxın. Belə-belə. Çox rahat olur. Həm də ki, bilirsən ki, yerli sarımsaqda, qışda hardadır yerli sarımsaq? Olur, indi Azərbaycana, burada olmur da qızlar. Baxın, siz Azərbaycanda yaşayırsınız, orada hər şey rahat tapılır, burada olmur. Birinci belə paketə qoyacağım ki, şey olmasın. Belə ayrı-ayrı istədiyim vaxt bir dənəsini götürüb işlədəcəm. Nədir onun adı? Birinci belə paketə qoyacağım. Nə yaxşı. Ağzını belə örtüm. Sonra da əlcəyim sarımsaqlı da çıxardım. Niyə görə belə eləyirəm ki, xaladenin şey olmasın. İçi xaladenin içindən sarımsaq iyi gəlməsin. Və sonra belə qaba qoyuram. Ya şey saxlama qabına qoyarsınız ki, rahat olsun. Və belə qoyacağım xaladeni. İşlərimi qurtardım. İndi özümə çay dəmləmişəm. Belə necə çaydır qızlar. Ətri yayılıb bütöv evə. Ətirli çaydır. Yəni mən ətirli çayları çox sevirəm. İçində brusnika, nə bilim, moruq, sonra 3 cür yağıd var idi. Bir də otlardan o qədər gözəl ətri var ki. Bir də yaşıl çaydır da özü də. Ətirli çayların yaşıl çayını sevirəm mən. Qara çay yox. Əlim niyə əsir belə? Hə, dedim işimi qurtardım. İndi də bir dənə sakitləşdirici, dincəldici bir stəkan çay içim. Bilirsiniz ki, çay mən şirniyyətsiz içirəm. Amma indi nəsə varenya ilə. Varenya yox idi. Çiyələk varenyasını çox sevirəm. Baldızım o gün gətirmişdi. Bilir ki, mən çiyələk varenyasını sevirəm. Buradan da ona salamlar. Çox sağ ol. Yeyirəm varenyanı. Amma bu il çiyələk vaxtı bilirsiniz ki, mən Azərbaycandaydım. Çiyələk pişirirəm həmişə. Başqa varenya pişirməsəm də biraz da olsa çiyələk pişirirəm. Amma bu il pişirməmişdim. Ona görə bacım mənə gətirmişdi ki, çayla içərsən. Bilir ki, sevirəm. Bu çayla düzdür, varenya şirniyyat heç getmir. Elə belə içmək yaxşı olur. Amma mən istədim nəsə şirin şey istədim.
Hə, burada da sizinlə sağollaşıram. Bilmirəm, bəlkə də davamı nəsə əlavə eləyərəm videoya, onu bilmirəm. Yenə də baxdığınız üçün, dəyərli, qiymətli vaxtınızı sərf eləyib mənim videolarımı izlədiyiniz üçün əziz izləyicilərim, çox təşəkkür eləyirəm. Həmişə var olasınız. O baxan gözləriniz həmişə gözəl şeylərlə qarşılaşsın, həmişə gülsün, ürəyiniz, qəlbiniz həmişə sevinsin, xoş xəbərlər eşidəsiniz həmişə. Və Allahın izni ilə gələn videolarda görüşməyi ümidi ilə ayrılaq. Sağ olun qızlar. Hələlik gələn videolarda görüşənə kimi sağ olun.